bu can insanı gərək cəzbə tutar. Cəzb eləyə insanı kamilə. İnsan gərək insan-ı kamildə fani ola. Ayətullah Seyyid Məhəmməd Baqir Sistani belə biləyəm, ya Ayətullah Sistaninin atasıdır, ya Ayətullah Sistaninin əmisidir. Əhli hal imiş. Əhli hal imiş. Böyleymiş, 40 gün çillə saxladım ta İmam-ı Əsri görməyə. 40 gün ziyarət Aşura oxudum. Nə halından ziyarət-i Aşura oxuyaydım ta ağanı görməyə, ağanı ziyarət eləməyə. 39 gün xəbər olmadı. 40-cı gün ki ziyarət-i Aşuranın axırlarını oxuyaydım, dedim Allah görəsən bir şey olacaq. Bir də gördüm göydən bir nur şaxıdı həmsayiyə. Göydən bir nur nazır oldu həmsayənin evinə. Məhəllədə bir evə nazır oldu. Bildim bir inayət də Həzrətin tərəfindən. Durdum o nurun xəttini tutdum, getdim. Getdim bir qapı, dayandım, gördüm qapı açıqdır. Varid oldum həyata, gördüm evin də qapısı açıqdır. Bir kəs yoxdur, sahibxana səs gəlmədi. Çünki nur oraya nazil olmuşdu, varid oldum oraya. İçəri qapısını da açdım, gözüm düşdü bir cəmalə. Gördüm Ağa Vəliyəs əyləşib bir qoca xanım can verir. Başı üstə. Bir qoca xanımın başı üstə əyləşib. Yadına başını alır, içi üstə. Hala ki ehtizardadır. Mənə buyurdu əyləş. Əyləş. Əyləşdim. Əyləşdim buyurdu Seyyid Məhəmməd Baqir. Çində tutmaq istəmir. Bu xanım təşkil olsun ilə özüm gəllər ziyarətinizə. Bəd buyurdu ki, bəxti Rıza Şah gəldi İrana, hakim oldu. Başladı zülm eləməyə, möminə xanımların başından hicabı götürdü. Sürələr biraz da bu camiədə qundurluq elədilər. Ha, bilmiyor ki, Quzaşlədə nə keçibdi. Adam ki, Quzaşləsinə də baxa da bilmiyor ki, Həzrəti İmam nə iş görübdi. Bir tarixi mütaliə eləkdən ondan bilirəm bu inqilab nə mənədir, nə əzəməti vardı. Nə əzəməti vardı. Gərək hər nəyimizi fəda eləyək, saxlayaq bu inqilabı. Əymə əlləşiblər, bu işə müvəffəq ola bilməyiblər. İcazə verməyiblər. Yəni salihayı sal nəticəyi duayı imam zamandır, əlimizə gəlib qədrin bilək. Həva və həvəslə hökumət eləməyək. Qədrin bilək bu şühədələrimizin ki, eşq-i imam zamanda bir rəfiqimiz vardı, Mazəndaranın tələbə idi, şəhid oldu. O teyda mən vətə vuranmədim gələn, bədi vəsiyyətnaməsində yazmışdı, atacan, açarsan cənazəmi, baxarsan, görsün əgər sağ əlimi qoyub sinəm üstü ölmüşəm, yəqin eləcən imamı zamanı görmüşəm. Bəqalər buyuruydu, açdın cənazəsi, gördün sağ əli qoyub sinəm üstü. Bəd Həzrət buyurdu, 7 il bu xanım evdə özün zindani elədi. 7 il evdə özün zindani elədi ki, olmasın başından rusərisin çəkələr. O qapını açıb çölə baxmadı. Hala can verək, mən də gəlmişəm başı hissə. Gəlmişəm mülaxatinə. Mən gərək dayanam başı hissə can verəm. Məqama baxır. 7 il zindani eləyirsin. Yəni gərək riyazət çəkəsən ta riyazət çəkəndən sonra cəzb insanı kamil olasan, məhəbbətlə fani olasan insanı kamildə və onunla qabilə gedər Allaha çatar insanı kamildən. Məhəbbəti əhl-i beyt, yəni fəna der qab əhl-i beyt və əhl-i beytin vücud ilə Allaha çatmaq.